Hökumətdə kadr dəyişiklikləri və struktur yenilikləri siyasi müzakirə mövzusudur. Baş nazirin qərarı ilə regional siyasət üzrə dövlət naziri vəzifəsi yaradılır və bu posta Mamuqam Dinaraci təyin olunur. O, eyni zamanda baş nazirin müavini vəzifəsində icra edəcək. Sentyabrda Regional İnkişaf Nazirliyi ləğv ediləcək. Nazir Xaber Quledani isə infrastruktur nazirinin birinci müavini olacaq. Hüquq mühafizə məsələləri üzrə dövlət naziri vəzifəsi də ləğv olunacaq. Müxalifət bu dəyişiklikləri məsuliyyətsiz addım adlandırır və hakimiyyətin strateji baxışının olmadığını bildirir. Hakim komanda isə regionların inkişafının prioritet olduğunu vurğulayır. ABŞ konqresmeni Joe Wilson sosial şəbəkədə Gürcü arzusunun yenidən tənqid edib. Onun sözlərinə görə hakimiyyət nifrət nitqi ilə mübarizə adı altında söz azadlığını məhdudlaşdırır. Wilson hakimiyyəti pro-Rusiya, pro-İran və pro-Çin mövqeyində olmaqda itham edib və Vogue senzurasına qarşı yeni qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Vahid Milli Hərəkat bugün saat 15:00-da siyasi şura iclası keçirəcək. İclasda qurultayın təşkili və tarixi müəyyənləşdiriləcək. Qurultayda partiyanın yeni sədri seçiləcək. Keçmiş sədr Tina Bokuçavanın səlahiyyət müddəti iyulun 8-də başa çatıb. Partiya və Mixail Saakashvili qurultayın keçirilməsi üçün tərəfdarlardan maliyyə dəstəyi istəyiblər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nümayəndə heyəti Gürcüstana səfərdədir. Onlar Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrində, o cümlədən 112 İctimai Təhlükəsizliyin İdarə Etmə Mərkəzində olublar. Nümayəndələr təcili çağırışların idarə olunması və məişət zorakılığı ilə bağlı elektron monitorinq sistemi ilə tanış olublar. Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. İmmeretidə 2 nəfər külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin çətənlə becərilməsi ithamı ilə saxlanılıb. Axtarış zamanı 32 kapsul metadon, marihuana və 13 kiloqrama yaxın çətən aşkarlanıb. Cinayətə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Miqrasiya Departamenti Gürcüstandan 96 xarici ölkə vətəndaşını deportasiya edib. Deportasiya olunanlar arasında Səudi Arabistan, Azərbaycan, Türkmənistan, Türkiyə, Çin, Rusiya, Hindistan, Misir, Sudan, İraq, Küveyt, Nigeriya, Belarus, Küba, Côte d'Ivoire, Madagaskar, Albaniya, Özbəkistan, Livan, Yordaniya və Tayland vətəndaşları var. Onların Gürcüstana yenidən girişinə qadağa qoyulub. Parlament üzvləri Axmeta bələdiyyəsinin kəndlərində əhali ilə görüşlər keçirirlər. Matani kəndində sakinlərlə infrastruktur, içməli və su varma suyu problemləri müzakirə olunub. Hakimiyyət nümayəndələri problemlərin mərhələli şəkildə həll ediləcəyini bildiriblər. Yeni təşəbbüs qrupu kilsənin və tarixi şəxsiyyətlərin müdafiəsi məqsədi ilə qanunvericiliyin sərtləşdirilməsini tələb edir. Təşəbbüs müəllifləri parlamentə müraciət edəcəklərini və vətəndaşlarla məsləhətləşmələrə başlayacaqlarını bildiriblər. Təklif kilsənin müqəddəslərinin və tarixi qəhrəmanların təhqirinə görə məsuliyyət müəyyən edilməsini nəzərdə tutur. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ müdafiə naziri Pete Hegseth ilə görüşüb. Görüş qapalı keçirilib. Daha sonra Netanyahu bunu mühüm görüş kimi qiymətləndirib. O, bundan əvvəl ABŞ prezidenti Donald Trump və vitse-prezident J.D. Vance ilə də görüşüb. Netanyahu Vaşinqtona senator Lindsey Graham'in dəfn mərasimində iştirak etmək üçün gedib. Gürcüstanın Səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatının ölkədəki nümayəndəliyinin rəhbəri ilə görüşüb. Tərəflər Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilən islahatları müzakirə ediblər. Görüşdə malyariyadan azad ölkə statusu, hepatit C üzrə əməkdaşlıq mərkəzinin yaradılması, dərmanlara referans qiymətlərin tətbiqi və xəstəxanaların diaqnoz əsaslı maliyyələşdirmə sistemi barədə fikir mübadiləsi aparılıb.